guys. Səsim biraz batıb. Ona görə səsimə çox da fikir verməyin. Deməli, bugün aylıq sınavımız var riyaziyyatdan və bugün 5 oktyabrdır. Müəllimlər günüdür. Və uşaqlar danışıb ki, qrupda bir şeylər alacaqlar. Payt eləməməyə çalışıram. Vlog çəkəcəm və bunda payt eləməməliyəm. Çünki vlog çəkimdən birisi yoxsa niyə durduq yerə vlog çəkim aylıq sınaqda da, yəni mən yəni 5 oktyabra görə uşaqlarla bir şeylər planlamışıq. Əslində hər şey uşaqlar planlayıb mən son anda dedikləri üçün sağ olsunlar. Bugün onu vloglayacağıq. Belə, məncə əyləncəli bir vlog olacaq inşallah. Böyle durdu. Zaten böyle durmamalıydı. Buram niye böyle durdu? Allah kahretsin. Bu böyle olmamalıydı. Her taraftan coğrafi sözü işletmeyeceğim bundan sonra vloglarda. Ben cevabımı aldım o axırıncı vlogdan sonra. Saat 2'ye qalıb və bizimkilər üçün yarısı gəlməlidir normalda. Amma bilmirəm, tez gələcəklər yoxsa gec gələcəklər. Heç bir fikrim yoxdur da yəni. Tez də gələ bilərlər, gec də gələ bilərlər. Heç bir də cavab vermir. Və bugün bütün qrup buradadır. Yəni biz 1-ci, 4-cü günlər yarı qrup gəlirik. Bəzilərinin vaxtları uyğun gəlmədiyi üçün onlar saat 4-ün qrupuna gəlirlər. Bugün ama bizim bütün grup buradadır. Muxtar falan da. Normalde Muxtar bizden olmuş. Elə bir dənə Muxtar deyəsən bizden olmuş. Ama bazar günləri bütün qrupun, yəni keçən ilin 9'ları hamısı bir yerde olur. Bugün ama bütün grup bir yerdəyik və aylıq sınavımız var. Məryəm dünən mən yazıb ki, qorxuram yaza bilməyəcəm. Dedim Məryəm, nədən qorxursan? Buraxılış imtahanı verirsən. Ay, niye bu qədər qorxular mənə çatmır? Nuray yazıb ki, o gün mənə, ayda nədən qorxurlar, uzaq az yazacaq da. Deyirəm, o qədər haqlısan ki, yəni nə olacaq, uzaq az yazacaqsınız da dostlar. Nə olacaq ki? Heç də fazla dramatizə edirlər hər şeyi. Əsas da Məryəm. İndi Məryəm gələcək, hamıdan yaxşı yazacaq. Ağlaya hamıdan yenə yaxşı yazacaq. Həmişə elə deyir o. Riyaziyyat dəftərim də buradadır. Biraz dəftəri vərəqləyək, bəlkə gözümüzə nəsə çarpar. O gün məktəbdə bu dəftəri uşaqlar gördü. Hamısı mənə nə dedi bilirsiniz? Dedilər ki, nə dəftərdir? Dedim riyaziyyat. Hamısı belə üzümə belə baxdı ki, heyf deyil o dəftər. Yəni riyaziyyatdan bu qədər nifrət edirsiniz. Mən də nifrət edirəm. Narahat olmayın. Yəni eyni tərəfdəyik. Trigonometriya kapatılsın. Komple riyaziyyat kapatılsın. Bugün də vlogda riyaziyyatı gömmə günümüzdür. Gələn səfər də tarixi göməcək. Yox, tarixi gömmürəm. Tarixi oxuya bilirəm. Keçən səfərki vlogu paylaşdığımda çox peşmanam. Kəş paylaşmazdım. Görən dediklərimdən nəsə başa düşürsünüz, yoxsa yəni səsim yaxşıdır. Hər dəfə gəlib mən burada onları 2 saat gözləyirəm. Onlar dərsdən bir 15 dəqiqə keçəndən sonra gəlirlər. Məsuliyyətsiz şagirdlər də. Nə danışacağımı bilmirəm uşaqlar. Bundan qabaqki vlogda deyəsən biraz çox danışmışam. Cümləyə baxın. Biraz çox danışmışam. İndi danışmaya işə tapmıram. Əslində məndən olsa, buna əvvəlki vlogda daha çox danışardım. Sınırlar var biraz. Düşünürəm ki, o vlogu hamı görür falan, məktəbdən falan. Ona görə biraz şey deyirəm, ayarlayıram. Əslində o qədər çox danışmamışam buna əvvəlki vlogda. Normal oldu yemə. İndi ben nə danışacağımı bilmirəm. Bəli dostlar, Məryəm gəldi. Mən dedim ki... Sən vlog çəkirsən. Evet. Belə. Hardan bilirsən? Dünən dedim. Yox. Sonra mən də düşündüm ki, mən takipçilərimi vlogsuz qoya bilmərəm. Tapdım. Nə çəkəcəyim. Bir dənə Məryəm. Məryəmə dərs edəm.
özüm çox bilirmiş kimi. Bu Tilqada məktəbdə 8-ci sual, 9-cu sual, 10-cu Mənim sual. atdığım. Sən lövhən şəkli Hə, atdın. amma mən baxmadım onlara. Hamısı olmadı. Mən də dedim, mən Yağmur izah edəcəm. Uşaqlar, Məryəmin bu qədər oxuduğuna baxmayın. Əgər Məryəmin bilmədiyi bir dərs onu izah eləyirsinizsə, yəni çərləyəsiniz də. Yine bu kombine gidiyorum. Kesmişim bu kombine. Muxtar və bitməyən kombinə. Amma bilsənə. Ya. Sual müəllim necəs? Nə gözləyirsən? 17-18. Çox. Ben imtihandan gözləmirəm. Ben imtihanlardan nəticə gözləmirəm. Məryəm, nə qədər gözləyirsən? Muxtar 25 sualdır. Onu keçsən yaxşı. Sən keçsən? Onu keçsən yaxşıdır. 25'ten 20 plus gözləyirəm. İnşallah. Total dedim ki, mən 25-də 25 yazacağım. Gələr sən? Məryəm də bax elə dedi. Yenə ən yüksəyi siz yazsan. Niye? Dedi ya. Ben bakmıyorum. Teşekkür ederim. İnşallah üniversitede qəbul olandan sonra Hələ iki il çok var. tədbirsiz gəlir. Muxtar başına bax. Muxtar başına bax. Baxlar, Ayan gəlib kitab almağa. Ayan kitab göstər. Kitab göstər. Necə də sevimli fənd. Dostlar, yine o məşhur liftdəyik. Olmazsa olmazımız. Bu stiker hələ də burada durur vardı. Keçən videoda göstərmişdim. Dostlar, evə gəldik və sabah birinci gün olduğu üçün, sabah tarixim olduğu üçün tarix oxuyuram və biz artıq ümumi tarixə başlamışıq. Artıq ikinci dərsimizdir ümumi tarixdə. Sizcə dərsimiz nədir? Qədim Mesopotamiya, iki çay arası. Mövzu o qədər uzundur ki, 21-ci səhifədən neçənci səhifəyə qədərdir? 21-dən 31-ə qədər 10 səhifə testdir. 10 səhifə mövzudur. Test nədir? 2 saatdır onu oxuyuram. Açığı biraz mutluyam. Niyə? Çünki sabah tarix var. Yəni tarixi öyrənmək daha asandır, nəinki başqa fənni. Ona görə daha rahat gəlir də tarix. Riyaziyyatdan bu gün aylıq sınaq yazdıq. Sabah da riyaziyyatımız var. Amma yenə də sabah tapşırığımız var aylıq sınaq yazmamıza baxmayaraq. Tariximi oxudum. Birazdan riyaziyyat eləyəcəm. Axşamda sürpriz var. Bugünkü vlogun sonuna gəldik. Sona qədər izlədiyiniz üçün təşəkkürlər. Ümid edirəm maraqlı bir video olmuşdur. Məncə digər videolardan fərqli oldu. Çünki digər videoların hamısı full dərsi idi. Bu biraz da olsa fərqlilik oldu məncə. Ümid edirəm bəyənmisiniz. Gələn səfərki vlogda görüşərik. Bay bay.